Elnur doktor, qapalı ürək əməliyyatından sonraki dövr valideynlərin ən çox diqqət etməli olduğu məqamlar hansılardır? Elə bugün bir də pasiyent yanıma yaxınlaşdı. Demək, keçən onu əməliyyat eləmişik. Təəssüf ki, həkimin sözü qulaq asmaması. Mənim Azərbaycanın ən böyük bəlam, valideynlər bizim işimizin əhəmiyyətinin fərqinə varmırlar. Ürək kəsmirik, eləmirik, yarılmır, hər şey çölə güllü gülistanlıqdır. Valideyn elə bilir ki, biz burada öz ifadəmiz içində oyun oynamışıq. Ancaq keçirdiyi ağır əməliyyatının fərqində deyirlər. Vaxta-vaxta kontrollara gəlməlidir. Mütləq sürətlə. Bunu mən demirəm, bunu elm deyir. Ondan sonra isə xəstəlikdən qorunmalıdır. Peyvəndləri vurulmalıdır. Qidalanmaya diqqət eləməlidir. Düzgün yaşam tarzı olmalıdır ki, uşaqlarda fəsadlaşma baş verməsin. Bundan çox önəmli amillərdir. Əməliyyat eləmək cərrahın, yəni invaziv kardioloqun bir borcudur. Nə qədər gözəl əməliyyat keçsə də, baxımı pis olsa, o artıq yaxşı nəticənin ortaya çıxmaz. Buna görə hörmətli valideynlər, uşağı əməliyyat edibsə, hər kimsə o adamın əlinə sağlıq. Düzgün kontrol, düzgün baxım bizim üçün çox önəmli amillərdir və həkimin sözü qulaq asması da lazımdır. Hörmətlə Elnur İmanov.